Salam müdavimlər və şagirdlər. Deməli, bura cümlə yazmışıq. Bu cümlədə nə var? Kimi demisənsə, onu çağırmışam. Qəbula düşən bir cümlədir. Mən burada baxmalıyım ilk öncə nəyə? Biz qayda olaraq keçmişik ki, bağlayıcı sözlər, yəni sual əvəzləri işlənəndə budaq cümlə əvvəl gəlir. Ay canlarım, gözlərim. Bunu burada görün, bunu heç vaxt götürməyin. Əgər variantda versə ki, nə ilə bağlanır? Ya budaq cümlə, baş cümlə nə ilə bağlanır? Çox xahiş edirəm, bu nüanslara şahidlər diqqət edin, geri zəkalılar diqqət edin, öz şahidlərimə deyirəm bu arada. Kimi sözü bağlayıcı sözdür deyə, sual əvəzdir deyə. Mən burada atıram A variantı, bağlayıcı sözü götürəcəm. Çünki B variantında sanı şərt kimi versə, mən bunu götürə bilmərəm. Niyə? İlk öncə birinci olaraq həmişə bura baxın. Bağlayıcı söz birinci gəlir, sonra nəyinəsə bağlanırsa ona baxmaq lazımdır. Deməli, buradakı cavabımız bağlayıcı söz olacaq. Yəni, dövlət imtahan mərkəzlərində olsun, kurslarda olsun, sınavlarda olsun, 50 dəfə bunu izah edir, yenə gedib şahidlər səhvəsi var. Bu şeyə diqqət edin. Birinci nə ilə bağlanırsa ona baxmaq lazımdır.